Salam əziz izləyicilər, salam əziz dostlar, xoş gördük. Bugünkü söhbətimizin əziz qonağı Tat millətinin fəal oğlu Nizat İmrandır və bizim ona bir neçə sualımız olacaq. Elə bilirəm ki, bir saat müddətində, bir saat ərzində biz diyaloq apararıq. Siz də bizim bu diyaloqumuzdan müəyyən nəticələr çıxardıb həzz apararsınız. Salam olsun sizə Nizat qardaş. Hər vaxtınız xeyir, hər vaxtınız xeyir. Sizi də dəyərli izləyicilərimizi də salamlayıram. Bütün İran xalqları mən həmişə demişəm, əmioğludurlarsa, Tartlar bizim birbaşa qardaşlarımızdır. Təşəkkürlər, təşəkkürlər. İstəyirəm bəzi məsələlər bu arada sizinlə bir-iki sual cavab edeyim və çalışıram ki, və sizin hazır cavablığınızı nəzərə alaraq bilirəm ki, siz bütün məsələlərə ətraflı cavab verirsiniz. Ona görə elə birbaşa başlayıram suala və Laçın dəhlizində, Qarabağda baş verən bəzi hadisələr ətrafında istəyirəm ki, sizin fikriniz də bizim tamaşaçılara bəlli olsun, məlum olsun. Elə başlayaq eko-aktivistlərdən. Bu nə aksiya idi və bu aksiya artıq bilirsiniz də, bugün artıq rəsmi məlumat verdilər ki, bitdi və bunun Azərbaycan xalqına nə faydası oldu, nə xeyri oldu, nə ziyanı oldu. Bu barədə öz fikirlərinizi bildiririz. İndi sizin sözünüzün əsnasında bəzi sözləri mən tutub özüm üçün qeyd edib, yenə də sizə sual verməyə çalışaram. Buyurun. Təşəkkür edirəm suala görə. Laçın dəhlizi və onun ətrafında baş verən hadisələr ki var idi. Bu bilirik ki, keçən ildən başlayıb. Bir neçə ayda davam edən bir məsələ idi. Üç tərəfli bəyanat ki var idi ki, imzalanmış. Və bunu xüsusilə vurğulamaq istəyirəm ki, bu sülh müqaviləsi və yaxud da ki, atəşkəs sazişi və sarılarına deyildi. Bu üç tərəfli saziş idi. 9 noyabr bəyanat ki var. Bu üç tərəfli bəyanat ki var. Həmin o bəyanatda belə bir müddəa var idi ki, Laçın dəhlizinin yolu dəyişdirilməlidir. Bu Şuşa şəhərinə toxunmadan keçəcək. Ondan əlavə Laçın şəhəri də, yəni Laçın rayonunun əhəmiyyətli hissəsidir. Orada onun mərkəzidir. Oradan da yəni ki, ayrılacaq həmin yeni koridor. Ona görə yeni koridor çəkilməlidir. Belə bir mövzu var idi. Və Azərbaycan mümkün qədər həmin bəyanatda öz əksini tapan bu və ya digər məsələləri də həll etməyə çalışır. Bir növ bunu belə qiymətləndirə bilərik ki, Azərbaycan tələsir və tələsməsində də haqlıdır. Bunun səbəbləri təkcə Azərbaycanın daxilindədir, hətta daha çox Azərbaycanın daxilində yox, məhz Azərbaycan Respublikasının ətrafında gedən vəziyyətlə bağlıdır. Bilirik ki, yəni istər bu konfliktdə, istər digər məsələlərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasına dəstəyi danılmaz idi. Bunu dəfələrlə Türkiyə tərəfi də, Azərbaycan tərəfi də bəyan edib. Türkiyədə biz bilirik ki, seçkilərdir. Və Türkiyədə seçkilərin nəticələri bilinmir ki, necə olacaq. İndinin özündə də yəni bu müəmmalıdır. Çünki Ərdoğanın iqtidardan getməsini təsəvvür etmək mümkün deyil. Yəni bəzi rəhbərlər olur ki, onlar istefaya gedə bilməzlər. Onlar vəzifədən gedə bilməzlər. Bura İlham Əliyev də aiddir, bura Ərdoğan da aiddir. Ancaq ki, getməyəcəyi təqdirdə nələr olacaq, bu bəlli deyil. Və Azərbaycan mümkün olduğu qədər, belə deyim də, nə qədər ki, bu fürsət var, həmin o üç tərəfli bəyanatda qeyd olunan müddəaları öz xeyrinə istifadə etməyə məsəl üçün çalışır. Burada yenə də bir məsələ var ki, məhz öz xeyrinə. Çünki həmin o sənədə əsasən çox şeylər nəzərdə tutulub. Məsəl üçün, kommunikasiya xəttlərinin açılışı orada qeyd olunub. Orada ancaq ki, təkcə ayrıcı olaraq, hal-hazırda Zəngəzur dəhlizi olaraq bildirilən məsələ yox idi. Yəni. Biz bilirik ki, yəni, Azərbaycan Respublikası və Ermənistan arasında istər dəmir yolu, istər avtomobil yolu olsun, bir neçə dənə olub. Bu, Ağstafa-Qazax uçastığı vasitəsilə, o xətti istiqaməti ilə Noyemberyan rayonu Ermənistanda, ki, Tabuş Marzı. Oradan İcevan vasitəsilə yəni, hərəkət olub. Ondan əlavə biz bilirik ki, Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə keçməmişdən əvvəl
ermənilər tərəfindən Kəlbəcər ərazisindən yol çəkilmişdi artıq. Həmin o yolda var idi. Əlavə olaraq, həmçinin səhv etməmsə Şahbuz rayonu ərazisindən olmalı, Naxçıvan Muxtar Respublikasından Bayk rayonu ərazisinə doğru. Keçmiş deyilsən Əzbev rayonu olmalı. O istiqamətdə var idi, Vayotsor Marzı deyirlər, keçmiş adından Dərələyəz. O istiqamətdə yol var idi. Məsələn, onlar barəsində heç bir danışıqlar olmadı. Əsasən məsələ Zəngəzur məsələsindən danışılır. Həmçinin məsəl üçün deyək ki, məcburi köçkünlərin geri qayıdışı, hansılar ki, harda kim yaşayıbsa orada geri qayıtmalıdır. Ancaq biz bilirik ki, məsəl üçün Hadrut rayonunun əhəmiyyətli hissəsində məsələ ermənilər yaşayırlar əvvəllər. O barədə heç bir məsələ gündəlikdə yoxdur, ümumiyyətlə, heç kəs tərəfindən bu səsləndirilmir. Təbii ki, yəni ora ermənilərin geri qayıtması texniki olaraq yəni çox problematik olacaq və yerdə, yəni belə deyək də, real həyatda hər hansısa bir Hadrut ermənisinin ora geri qayıtmaq istəməsi bir balaca, yəni müəmmalıdır mənim üçün. Ancaq bunu ən azından Azərbaycan tərəfi rəsmi olaraq qaldıra bilərdi bu məsələni ki, kim istəyirsə geri qayıda bilər, yəni problem yoxdur, biz şəraiti yaradacağıq. Təm boley əgər ki, biz nəzər yetirsək Azərbaycan tərəfinin ritorikasına ki, Dağlı Qarabağ ərazisində yaşayan erməni əhalisi ki var, onlar Azərbaycan pasportunu ala bilərlər, onlar tam hüquqlu vətəndaş olaraq yaşaya bilərlər. Bunu məsəl üçün Hadrutdan da başlamaq olar. Nümunə olaraq ki, yəni baxın da biz bu şəraiti yaratdıq, bu insanlar geri qayıda bilərlər. Təkcə yəni ki, məsəl üçün biz belə deyək də, Zaqafqaziyanın müsəlman əhalisini deyil, həmçinin də ki, ermənilərin geri qayıtmasına şərait yaradıq. Hərçəndir ki, bunu mən bir daha təkrar edirəm, həmin o bəyanatda Azərbaycan tərəfi məhz özünə sərf eləyən, özünə uyğun hesab etdiyi məsələləri gündəliyə gətirmişdir. Həmin o koridor söhbəti də bunlardan birisidir. Yəni, koridor söhbəti, Laçın dəhlizini mən burada nəzərdə tuturam. Məhz Azərbaycan özünə uyğun bir şəkildə bunu həll etməyə çalışdı. Və Azərbaycan tərəfi həm də tələsirdi, tələsməsinin səbəblərini də izah elədi və bu səbəbdən bağlandı. Yəni, bu ümumilikdə təkcə Laçın dəhlizi məsələsi deyil. Yəni, mən ona görə burada həmin o bəyanatın ətrafında olan məsələlər detallı şəkildə izah etdim ki, Azərbaycan tələsir, niyə tələsir və onun məqsədləri nədir? Bu, yəni həmin o, onun məqsədlər paketində olan detallardan sadəcə olaraq biridir ki, biz bunu görürük. Koridorun bağladılar ekoaktivistlərlə və s. orada. Təbii ki, bu dırnaqarası ekoaktivistləridir. Hansı ekoaktivistlikdən söhbət gedə bilər. Yəni, bu özü çox gülüncdür. Çünki, məsələn, Abşeron yarımadası ərazisində 25.000 hektar ərazi radiasiyaya məruz qalmış ərazilərdir. Bunu mən təkcə demirəm. Bunu Azərbaycan rəsmi mənbələrindən mən götürmüşəm. Neft və neft məhsullarına çiklənmiş torpaqlardır. Həmin ərazilərdə insanların yaşaması təhlükəlidir. Onunla bağlı çox ciddi tədbirlər görülmədi. Amma mən o ekoaktivistləri məsəl üçün burada görə bilmədim. Elə çıxıb etiraz aksiyası keçirsinlər, etirazlarını bildirsinlər və s. Biz bilirik ki, məsəl üçün Hirkan meşəsində yanğın olmuşdu, həmçində bu Şirvanın şimal hissəsində, meşəlik ərazilərdə də yanğınlar olmuşdu dəfələrlə. Həmçinin digər ərazilərdə də olub, biz və nəyə görə bu yanğınlar baş verib, bunu da bilirik. Burada həm ehtiyatsızlıq, həm nəzarətin olmaması, bəzi hallarda hansı məmurların məhz, belə deyək, özləri üçün müəyyən gəlirlər əldə etməsi üçün. Amma həmin o ekoaktivistlər məsəl üçün bununla bağlı da etiraz aksiyası eləməyiblər. Ondan əlavə həmin o ekoaktivistlərin ümumiyyətlə profillərinə baxdıqda, yəni onlar bu vaxta qədər hansı işlərlə məşğul olublar, hardan qrantlar alıblar. Məlum olur ki, Azərbaycan hökuməti bu belə deyək, qurumları illərdir bəsləyir, illərdir maliyyələşdirir. Azərbaycan hökumətinin çox gözəl bilirik də, yəni də hansı hallarda kimi maliyyələşdirə bilər və həmin o təşkilatların hər hansısa bir şəkildə beynəlxalq nüfuzlarda yoxdur. Bu halda aydın olur ki, həmin o ekoaktivistlər deyilən qrup ki var, belə hökumətin özünü təşkil etdiyi trollar. Yəni de facto trollar idi. Həmçinin ondan əlavə burada bəzi digər texniki məsələlər də var. Məsəl üçün biz götürə bilərik ki, Şuşa rayonu, ümumiyyətlə Qarabağ ətrafında olan rayonlar ki var, müharibədən sonra Azərbaycan nəzarətində olan rayonlar ki var, ora sərbəst gediş-gəliş yoxdur. Sərbəst gediş-gəliş yoxdur.
hardasa bunu başa da düşmək də olar, çünki müharibə zonası olub, orada silahların qalıqları, zətləri ola bilər, minalar ola bilər. Təhlükəsizlik səbəblərindən belə bir məhdudiyyəti qoyurlar. Mən xatırlatmaq istəyirəm bir şeydir ki, məsəl üçün də deyirlər insanların köçürülməsi. Qarabağ məsələsi bu minalar məsələsi və s. bu qısa bir müddətdə həll olunacaq məsələ də deyil. Çünki mən nümunə olaraq bir şey götürə bilərəm. Kambodjada vətəndaş müharibəsi dövrünü. Orada Pol Pot rejimi vardı və çox qəddar rejimlərdən birisi. Dünya tarixinə ən qəddar rəhbərlərdən birisi olaraq düşüb və öz xalqına qarşı soyqırım törədib orada. Sonda bu onun ilə nəticələnmişdi. Sonra BMT-nin sülh məramlı qüvvələri yeridilmişdi və oradakı rejim dəyişdirildi. Və məsəl üçün həmin o vətəndaş müharibəsi bitib 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri təxminən və indinin özünə qədər həmin o ərazidən minalar tapılır. Hansı ki, minalardan təmizlənmə ilə bağlı bütün tədbirlər görülür. Ancaq ki, mümkün deyil ki, sən onu qısa bir müddətdə təmin edəsən. Ancaq məhdudiyyətlər var və ora gediş-gəliş xüsusi nəzarət altında olur. Bununla bağlı razılıq almaq lazımdır və həmin dövrlərdə gediş-gəliş aktiv də deyildi ora. Və biz görə bilərik ki, həmin şəxslər ora hansısa marşrut xəttləri ilə yox, xüsusi avtobuslarla gəlirdilər. Məsələn, həmin avtobuslar fərqli dizaynda da deyildi ki, fərqli modellərdə də deyildi ki, deyək ki, məsələn, insanlar özləri könüllü şəkildə təşkil olunmuş bir aksiya idi. Yəni, bu hiss olunur. Yəni, məsəl üçün, bu detallardan sadəcə olaraq biridir. Yəni, ki, mən deyirəm. Şu avtobuslar hamısı standart eyni modeldə, eyni rəngdədirsə, yəni, bu, deməli, belə deyim də, hansısa bir bazadan götürülmüş, təşkil olunmuş bir şeydir. Ondan əlavə, mənim əlimin altına kifayət qədər tələbə gənclər təşkilatlarına aid, müxtəlif universitetlərdən olan tələbə gənclər təşkilatlarının həmin o təşkilatların WhatsApp qruplarında yazışmaları var ki, insanları necə məsəl üçün də ora dəvət edirdilər. Məsəl üçün, orada belə bir şey vardı ki, Şuşada qalacaqsınız oteldə, yemək veriləcək, Wi-Fi, bütün şərait yaradılırdı, yəni. Bu çox, belə deyim də, ağıllı düşünülmüş bir variant. Nəyə görə? Məsələ bundan ibarətdir ki, Azərbaycan gənclərinin əksəriyyəti müstəqil həyat yaşamır. Yəni, müstəqil həyat dedikdə burada, məsələn, özlərinə ayrıca otaqları belə yoxdur bu insanların, əksər hallarda. Və yaxud da ki, hansısa qidalanma ilə zadla bağlı, məsəl üçün, deyək ki, bir çox çeşiddə olan, belə deyək, səhər yeməkləri qarşılandı olsun. Yox, səhər yuxudan dururlar, məsəl üçün, soyuducuda şor var, şoru götürdük, çörəyi ilə yedik, çıxdı, getdik dərsin. Oteldə qalanda, məsələn, gedirsən sən başqa bir yerə və təbii ki, orada 2-3 növ olur. Mən oradan çəkilmiş şəkillərə də baxdım və əminəm ki, o şəxslər Bakıda yəni, elə bir şəraitdə yaşamırdılar. Həqiqətən normal olaraq o şəraitdə yaradılmışdı oradan. Demək, kurorta gediblər Şuşaya. Yəni, hə, yəni bilirsiniz, bu insanlar, mən o gəncləri bir tərəfdən itham eləyə bilərəm. Çünki siz nədə iştirak etdiyinizi bilmirsiniz. Amma bir tərəfdən itham da etmək olmur, çünki bu insanlar, yəni, normal həyat tərzi yaşamadıqlarına görə. Heç bir Almanı, məsəl üçün, və ya hər hansısa bir Polyakı, hər hansısa bir, nə bilim, İtalyanı məcburən belənçinə, məcburən də deyil. Yəni, o ağlından belə bunu keçirdə bilmir, çünki bunun ehtiyacı yoxdur. O insan əksər hallarda özü gedib müstəqil şəkildə kirayə ev tuta bilir özü üçün. İstədiyi vaxt dostlarla görüşə bilir, istədiyi vaxt evə gəlir, istədiyi vaxt evdən gedir. Heç kəsə bununla bağlı hesabat vermir. Sərbəstliyi var, yəni, öz pulunu da qazanır. Ancaq bu insanların yoxudur bu şərait. Və bunun nəticəsində bu gənclər, bu tələbələr bunu fürsət kimi baxırdılar. Digər bir tərəfdən burada bir məsələ də var ki, məsələn, deyək ki, Azərbaycan sərhədləri bağlıdır alacaq, quru sərhədləri bağlıdır. Və Azalın qiymətləri də çox yüksək həddədir. Mən keçən dəfə tanış oldum Azalın qiymətlərlə və bunu hansı, nəyə əsasən bu qiymətləri qoyulur, mən bilmirəm. Sadəcə olaraq bir və ya bir neçə şəxsin kaprizləri əsasında qoyulmuş qiymətlərdir. Bu deməkdir ki, bu insanlar istirahət üçün xaricə də gedə bilmirlər, kənar bir yerə gedə bilmirlər. Normalda, normal vaxtda, belə deyək də, sərhədlər açıq idi və insanlar qatarla Tbilisi şəhərinə gedə bilirdilər, oradan Batumiyə gedirdilər və yaxud da ki, başqa, məsəl üçün, Gürcü şəhərlərinə gedirdilər. Həmçinin Türkiyəyə getməyə mümkün idi, Trabzona da gedirdilər gəzməyə, Qaradəniz sahilinə. İndi bu imkan yoxdur. Təyyarə ilə olan qiymətlər də bahadır. Ölkənin daxilində da ki, servis qiyməti çox aşağı. Mən məsəl üçün keçən dəfə belə bir şeylə qarşılaşmışdım. Ən çox reklam olunan Azərbaycanın turistik məkanlarından birisi Şahdağ.
Mən keçən il belə bir hekayəni oxudum. Bu düzdür, hardasa bir müddət əvvəl, koronavirusdan əvvəlki bir hekayə idi. Mən amma düşünmürəm ki, indi hal-hazırda çox da vəziyyət dəyişir. Çünki biz hər bir sahəyə baxsaq Azərbaycanda görə bilərik ki, vəziyyət ildən ilə daha da pisləşir. Məsələn, qeyri-turistik bir dövrdə gedib bir nəfər, mən tanıdığım şəxslərdən birisi, ailəlikcə yemək sifariş etmək istəyib. Menyuda bir çox yeməklər var. Bu xeyir yoxdur, bu xeyir yoxdur. Axırda spagetti özləri üçün sifariş verməyə qərar gəliblər. Axırda ketçup istəyib onun üçün deyib, üzrü sayın, yəni ketçup yoxdur, yəni yox. Yəni bilirsiniz, hər hansı bir kompleksi tikməklə, orada müxtəlif atraksiyonlar quraşdırmaqla deyil, o sistemin işləməsi məsələsi var orada. Bu yoxdur. Və yaxud da ki, məsəl üçün Azərbaycanın turistik olaraq olan məkanlarının nə qədər hissəsinə ictimai nəqliyyat normal vəziyyətdir. Yəni bu o deməkdir ki, insanlar ölkə daxilində də istirahət edə bilmirlər. Yəni sən ölkə xaricinə gedə bilmir, ölkə daxilində istirahət edə bilmir. Bu adamın şəxsi həyatında bu qədər problemlər var. Digər bir tərəfdən isə belə bir şirinlikləndirmə vardır ki, həmin o tələbələrin belə deyək də, universitetdəki bəzi problemləri qiymət alması və s. Bunlarda müəyyən köməkliklər olunacaq. Başa düşdüm sizi. Yəni çox sağ olun. Yenə sıralamağa məsələlər qalıb. Mən istəyirəm başqa bir dənə sual verim. İndi bu yekunlaşdırıram şimdi. Və ona görə də bu tələbələr çox böyük bir məmnuniyyətlə də ora getdilər. Bu yolu da bağladılar. Ancaq burada bir məsələ var ki, heç kəs bundan heç bir xeyir əldə, yəni sadə xalqdan əldə olunan xeyir sadəcə ora gedən gənclər ki vardı, hansı xeyirləri əldə etdiyi bunu bilir. İlham Əliyev isə burada ən çox xeyir əldə edən bir şəxs oldu. Özünün şəxsi belə deyim də, ambisiyalarına görə, öz kininə görə, öz nifrətinə görə, öz qəzəbinə görə, yəni bu addımı atdı, yəni öz prinsipiallığına görə. Sadə əhalinin isə burada əldə etdiyi bir şey olmadı əslində. Necə ki, bu vaxta qədər qəbul olunan qərarların heç birində sadə xalqa onun bir xeyri yox idi. Formula 1 olsun. Bax, bu günləri mən oxudum yenə də xəbərlərdə ki, bunu 2026-cı ilə qədər uzatdılar müddətini, 3 ildə müqavilə imzalandı. Yəni əhalinin bundan hansı xeyri var? Yəni əhalinin heç bir xeyri yox. Ondan əlavə də bilirsən də karantini də 2 ay uzatdılar, yəni sərhədlər bağlı. Bütün dünya artıq koronavirus məsələsini artıq bitirib, yəni ortalıqda koronavirus yoxdur. Azərbaycan olmayan artıq virusla mübarizəsini hələ də davam etdirir. Bilirsiniz, çox maraqlıdır. Məsəl üçün 2020-ci ildə müharibə başlayanda, müharibə gedəndə və yaxud da hər hansı hərbi əməliyyatlar gedəndə onda koronavirus yox idi, yəni. Onda var idi. Koronavirusun ən pik həddə olduğu bir dövrdə idi. Məsələn, istəçin mən rəsmi mənbələrdə tapa bilmədim məlumatı ki, koronavirusa nə qədər insan həmin o hərbi əməliyyatlar zamanı yoluxub. Çünki orada məsafə saxlamaq, maska taxmaq da hərbi əməliyyatlar zamanı mümkün deyil. Yəni, yoxdur amma heç bir rəqəm bununla bağlı. Nə qədər insan yoluxdu, nə qədər insan öldü, bunu da bilmirik. Yəni demək istədiyim odur ki, yəni bu məsələdə ən çox xeyir İlham Əliyevin oldu. İlham Əliyev Vardanyanla bu vaxtı şəxsi konflikti vardı. Bunda səbəbi o idi ki, Vardanyanın orada iqtidara gəlməsi ona sərf eləmirdi. Çünki əgər diqqət eləsək biz, Vardanyana qədər və Vardanyandan sonra Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çıxması yoxdur artıq. Yəni bu məsələ məhz onun iqtidarı dövründə çox aktuallaşdı. Çünki adam biznesmendir, adam bu vaxta qədər də kifayət qədər tanınmış bir insan idi, adamın əlaqələri var idi və o belə deyək də çox rahatlıqla yəni ki, öz əlaqələrindən istifadə edirdi. Menecerləri vardı bununla bağlı. Yəni Arutyunyan və digərləri ki var hal-hazırda Dağlıq Qarabağda, onlar belə deyək də Sovet idarə etmə modeli, Sovetin hətta əyalət idarə etməsi modelində davam etdirildi. Ruben Vardanyan bu məsələdə çox-çox fərqli idi və bu İlham Əliyevə sərf eləmir. Bu birinci məsələ. Orada hədəf var idi ki, həmin o belə deyək də koridorun yolları zatları dəyişdirilsin və buna da nail oldu İlham Əliyev. Əsas hədəflərdən birisi bu idi. Və bu məsələ həll olundu və bunun ən bariz nümunəsi də bundan ibarətdir ki, Laçın rayonu ərazisində, Həkəri çayının üzərində sərhəd keçid məntəqəsi qurulduqdan dərhal sonra, yəni həmin o ekoaktivistlər artıq ekoloji problemlərin həll olunması qənaətinə gəldilər və dağılışıb getdilər. Bu onu göstərir ki, sifarişçi kim idi, məqsədlər nə idi burada, hədəflər nə idi, bu da yəni. Çox sağ ol. Çox belə lazımi cavabları verdiniz hər tərəfli. Nicat qardaş,
Bayaq sözünüzün əsnasında bir məsələyə toxundunuz. O da Erdoğanın prezidentliyə seçilməsi və seçilməməsi barəsində fikriniz maraqlı oldu ki, əlbəttə ki, mən analiz verməyi sevmirəm. Sadəcə olaraq bildiyim şey deyirəm. Erdoğan əgər seçilməsə, aydın məsələdir ki, ona səs verməzlər. Ola bilsin ki, o özünü seçsin. İndi bilirsiniz də, seçkilər nətər gedir. Amma Türkiyədə bilirsiniz də, cəmiyyət Azərbaycan kimi deyil. Heç Rusiya kimi də deyil. Orada biraz başqadır, biraz fərqlidir. Bunu gərək açıq deyək, bu aydın məsələdir. Əgər seçilməsə, onda Azərbaycanı nə gözləyir? Yəni, bizim üçün fərq eləməz, Erdoğan gəlmir, kim gəlsin. Amma sadəcə olaraq Azərbaycanı Erdoğanla, Türkiyələ o qədər bunlar assosiasiya ediblər, birləşdiriblər. İstər-istəməz bizim üçün orada olan seçkilər də çox maraq kəsb edir. Buyurun. Mən belə deyim, sizə ümumiyyətlə çox maraqlı bir tendensiyaya mən rast gəlmişəm ki, Azərbaycan cəmiyyətində məsəl üçün futbol yarışı olursa, yəni futbol komandaları və ya da digər futbol komanda daha çox belə deyim, azarkeşlik edirlər, nəinki Azərbaycanınkilə. Və yaxud da ki, məsələn, hər hansı bir beynəlxalq yarışmalar olanda seçkilər olur, öz seçkilərindən daha çox. Yəni, Azərbaycan Respublikasının vətəndaşları öz ölkələrində turist kimi yaşayırlar. Heç öz ölkələrindən xəbərləri də yoxdur ki, öz ölkələrində nə baş verir, kimlər yaşayır. Məsəl üçün, deyəndə ki, filan kənddə, filan rayonda, məsəl üçün, Taft və ya Talış yaşayır və yaxud da ki, orada filan abidə var, filan yerdə gözəl bir, məsəl üçün, deyək ki, çeşmə var və yaxud da ki, bulaq var. Yəni, buna böyük bir şok yanaşması. Məsələn, Rusiyada belə bir şey olsa, mən bunu başa düşərəm. Amerika Birləşmiş Ştatlarını başa düşərəm. İranı başa düşərəm. Böyük ölkələrdir. Azərbaycan həcmində olan bir ölkənin vətəndaşlarını ki, öz-özlərini tanımamaqları, hətta fərd olaraq öz-özlərini tanımamaqları, bu onu göstərir ki, bu insanlar turist kimi yaşayırlar öz ölkələrində. Qaldı ki, Erdoğanın seçilib-seçilməməsi məsələsinə, Erdoğanın seçilməmə kimi bir lüksü yoxdur. Çünki Erdoğanın iqtidarı əlindən buraxması, onun mühakimə olunması deməkdir. Bütün etdiklərinə görə. İstər Suriyada, istər Qafqazda, istər Liviyada, istər digər yerlərdə. Və yaxud da ki, məsəl üçün, hansı yollarla, hansı metodlarla və hansı səbəblərdən bu qədər, məsəl üçün də Qətərdən, Səudi Ərəbistandan pullar alınıb, bu üzə çıxacaq. Kifayət qədər ölkənin daxilində cinayət hadisələri var, onlar üzə çıxacaq. Və yaxud da ki, bu zəlzələ məsələsini biz gördük, yəni çox böyük bir faciə idi, dəhşətli bir faciə idi əslində. Ancaq ki, bir şey yaddan çıxarılır ki, Türkiyədə zəlzələ vergisi var. Yəni, mənim əgər mülkiyyətim varsa, mən zəlzələdən qorunmaq üçün dövlətə vergi verilirdi bu vaxtda. Hanı oxurlar? Ondan əlavə bir məsələni də mən xatırlatmaq istəyirəm ki, Türkiyədə bu müteahhitlər ki, deyirlər, tikinti şirkətləri. Əslində şirkət də deyil, bu hər hansı bir ailə olur və ya fərd olur, məsələn, tikinti ilə məşğul olur. Yəni, bu Azərbaycandakı məsələn, akkord kimi və s. deyil. Yəni, balaca kiçik şirkət. Nədə şirkət demək olaraq. Deməli, həmin o qurumların bir çoxlarının tikdiyi evlər və s. ki var idi. Onlar lisenziya almamışlar dövlətdən. Yəni, dövlət onların istismarına icazə verməmişdi. Bununla bağlı illər əvvəl Erdoğanın özünün göstərişi ilə deməli, onlara lisenziyalar verildi. Bir şərtlə ki, məsəl üçün, dövlətə bununla bağlı əlavə siz vergi verməlisiniz, ya cərimə ödəməlisiniz. Ancaq cərimənin ödənilməsi ilə həmin o binaların təhlükəsizliyi təmin olunmur, yəni o dövlətlə, o şirkətin arasında olan məsələdir. İnsanlar o evləri aldılar. Həmin o binalar çox-çox sıx tikilmişdi bir-birinə. Yəni, məsələ burada onda deyil ki, bütün evlər hansı istismara yararsızdır. Xeyr, yəni orada ola bilər ki, hansı evlər yararsız, amma bir evi o birinin üzərinə uçursa, bütün şəhər yəni ki, dağılacaq. Buna icazə verən də Erdoğan idi. Yəni, bir çoxdur yəni burada sadalamaqla bitməz yəni bütün bunlar. Ona görə də Erdoğanın seçilməmək kimi bir lüksü yoxdur. Ancaq Erdoğan seçilmiş olsa belə, ki seçilə bilərmi? Bəli, seçilə bilər. Çünki Türkiyədə vəziyyət həqiqətən fərqlidir Azərbaycandan və ya Rusiyadan, həmçinin digər ölkələrdən. Çox vaxtdır, məsəl üçün, deyirlər ki, Türkiyədə aktiv bir kəsim var, hansı ki, söyləyirlər, bu Erdoğanın əleyhinədirlər. O insanlar böyük şəhərlərdə cəmlənir. Məsəl üçün, İstanbulda beyaz türklər deyilən bir təbəqə var.
elitar bir təbəqədir. Yəni onlar heç bir halda milliyyətçilik və sairələr məsələsinə baş qoşmurlar. Hətta onların içərisində biz İslamiyyəti qəbul etmiş Bizanslılar deyənlər də olur kifayət qədər. Kifayət qədər savadlı insanlar var, kifayət qədər dünya görüşlü insanlar var onların içərisində. Və söhbət ondan gedir, o insanlar təbii ki, səs verir. Ancaq ki, bəs ölkənin qalan hissəsi, Anadolu ərazisi. Siz oradakı vəziyyəti, mən səmimi şəkildə deyim, indi siz də mən də bilirik də, yəni də istər Talış regionunda olsun, istər Şirvanda olsun, istər Azərbaycanın digər regionlarında olsun, kənd yerləri hansı vəziyyətdə olur? Yəni yollar palçıq içində və s. Yəni vəziyyət amma mən hətta belə deyim də, ən qorxulu yuxumda belə təsəvvür edə bilmərəm ki, eləcə bir vəziyyətdə kəndlər Azərbaycan Respublikasının ərazisində olur. Yəni elə bir vəziyyət var. Orada məsəl üçün biz bilirik ki, müəyyən təriqətlər də deyə bilərik, müəyyən belə deyim, dini cərəyanlar var ki, onların mollalarının nə hoqqalardan çıxdığını biz bilirik. Bu məsələlər mediada kifayət qədər çıxır. O da var, bəli. Yəni bu şərh böhtan deyil əslində. Və bunu bilə-bilə valideynlər hələ də o mollaların yanına öz uşaqlarını göndərir. Yəni bu siz, mən bunu düşünə bilmirəm ki, bu Azərbaycan Respublikasının hər hansı bir yerində belə bir şey olsun. Yəni orada vəziyyət ona görə bu arada çox-çox fərqli. Digər bir tərəfdən, niyə görə Ərdoğanın seçilmə şansları var? Çünki məsələn uzağa getmirəm də, orada parlament nəzdində yeməkxana var və həmin o yeməkxanadakı qiymətlər tamamilə fərqlidir. Yəni siz real Türkiyə bazarlarında gördüyünüz qiymətlərdən tamamilə başqa cür hesablanır. Həmin o parlamentin məsəl üçün yeməkxanasında. Orada işləyən işçilər və sairələr orada yeməklərini. Oranın məsəl üçün bu qədər din xadimləri var. Belə deyək. Onlar hamısı dövlətdən maaş alırlar. Və bu din xadimləri az deyil. Yəni din xadimlərinin Türkiyədə səhv etmirəmsə sayı həkimlərdən və müəllimlərdən daha çoxdur. Alimlərindən daha çox. Ərdoğan özü də molladır da, mənim kimi qalstuklu molla. Bilirsiniz, yəni söhbət indi ondan gedir ki, bu insanları öz tərəfinə çəkdiyinə görə, bu insanlar dövlətin belə deyək, karmuşkasından pul alırlar. Yəni. Onlara xidməti maşınlar da verilir bəzən, onların çox böyük səlahiyyətləri də var əllərinə alır. Və həmin insanlar çox vaxtı çox uşaqlı olurlar, böyük ailələri olur, onların qolma arabası var. Ona görə yəni bütün bunlardan administrativ resurslardan da istifadə edərək təbii ki. Çünki məsəl üçün də Süleyman Soylu var məsəl üçün Türkiyədə nazirlərdən biri. Süleyman Soylu Ərdoğan olmasa dövlət rəhbərliyində təmsil oluna bilərmi? Xeyr. Onun ən yaxşı aldığı yeri hansısa Kayseridə və sairələrdə gedib maldarlıqla məşğul olmalıdır. Bu qədər. Yəni ona görə təbii ki, bu insanlar da yəni onu dəstəkləyəcəklər ki, iqtidarda qalsın. Ancaq hətta onun iqtidarda qalması da o demək deyil ki, vəziyyət əvvəlki kimi olacaq. Çünki bir, Türkiyə kredit almalıdır. Türkiyə darmadağın vəziyyətdə. Onsuz iqtisadi problemlər də kifayət qədər var idi. Və Amerika Birləşmiş Ştatları olsun, Böyük Britaniya olsun, ərəb ölkələri olsun, elə-belə ona o krediti verəsi deyildir. Onun qarşısına... Bir məsələ də var da, bu Türkiyənin indiki prezidenti Ərdoğanın yeznəsi var, Bayraktar, Salcuq Bayraktardır. Onun da böyük biznes imperiyası vardı orada. Bilirsiniz, bir məsələ var. Bilirsən, indi hansı biznesi var? Eşitdiyimə görə, mənə sızılan məlumatlara görə o öz biznesini çıxardıb Azərbaycana aparır. Yəni, indidən hazırlaşır ki, bəlkə əgər Türkiyədə Ərdoğan qalib olmasa, heç olmasa biznesini çıxardıb Azərbaycanda. Yəni, bunlar hətta bu cür addımlar da atırlar. Məncə çox böyük bir səhv eləyib, yəni bunu eləməklə. Əgər həqiqətən də belə bir şey deyibsə, çünki Azərbaycan Respublikası investisiya yatırıla biləcək bir ölkə deyil və Azərbaycan Respublikasının dövlət siyasəti heç də belə deyim də onun ipinin üzərinə odun yığılası bir siyasət deyil əslində. Ona görə də eləyiblər bunu. İndi ola bilsin ilkin mərhələ üçün belə bir çıxış yolu kimi tapılır, amma heç nə. Nəysə, qayda onda KPP. Və məsələ indi bundan ibarətdir ki, bir şey də deyim. Məsələn, Türkiyədə indi deyirlər ki, layihələri var, inkişaf eləyir. Türkiyədə bu məsəl üçün TOG avtomobilini buraxdılar da, indi yaxınlarda elektrikli avtomobildir və s. və də Bayraktar şirkəti olsun. Söhbət ondan gedir ki, Türkiyənin vəziyyətinin ağırlaşmasının da səbəblərdən biri də budur. Türkiyə belə deyim də, lazımsız yerə kifayət qədər pulları xərcləyib. Məsəl üçün Afrikada hansısa türk məktəblərinin tikməyinə, Azərbaycanda nə qədər türk məktəbləri tikilmişdir. Harda gəldi, məsəl üçün türk məscidləri tikir, harda gəldi, nə bilim, bulaq tikir. Ondan sonra mənasız yerə, məsəl üçün, Türk Dil Qurumunun
belə deyim də, Afrikanın hansı ucuzlar ölkələrində türk dilinin öyrənilməsini təbliğ edir. Yəni bununla nə əldə etmiş olursan da sən. Və belə bir mənasız, belə deyim, layihələr gəlir gətirmir ki, və bunlar artıq yerə yük olurlar. Və Erdoğan bu öz populyarlığını qazanmaq üçün bunları maliyyələşdirdi. Bundan sonra da olmayacaq. Bax, o, yəni iqtidarda qalmış olsa belə, mümkün deyil ki, bundan sonra bunu davam edilsin. Və ən əsas səbəb, Erdoğan məcbur olacaq parlamentdə kimlərləsə koalisiyaya gedir. Və məsələ bundan ibarət kimlə koalisiyaya gedəcək? Həmçinin, amma Erdoğanın bir şeylə də bəxti gətirib ki, belə deyək də, Erdoğanın rəqibləri, məsəl üçün Kılıçdaroğlu da CHP-dən, Cumhuriyet Halk Partisindən. Bu adam çıxdı, özü etiraf elədi ki, yəni mən Kürdəm və Aleviyəm. Və bu Türkiyədə... Dedim mən Xorasanlıyam, belə dedi. Mən onu eşitməmişdim. Kılıçdaroğlu'nu demirsiniz. Kılıçdaroğlu dedi mən Xorasanlıyam. Xorasan Kürdləri də var yəni. Ola bilər ki, İranlı da, yəni demək istədim mən İranlıyam. Böyle. Yəni məsələ indi orada İranilik, orada Kürd şeydir. Məsələsi götürülür və Kürdlərlə bağlı bilirik ki, Türkiyədə kifayət qədər problemlər var. Hə, var. Ondan əlavə Alevilik məsələsində orada səsləndirib. Yəni ikinci bir, belə deyim, özünə düşmən də qazanıb digər bir tərəfdən. Ona görə onun şansları aşağıdır. Və yaxud da məsəl üçün orada Meral Akşener ki var, İYİ Partisindən. O da kifayət qədər problematik bir fiqurdur. Çünki o əvvəllər Daxili İşlər Naziri olub səhv etmirəmsə Türkiyədə. Və onun dövründə baş vermiş kifayət qədər cinayətlər var Anadolu ərazisində. Ona görə də Meral Akşener də o qədər də ağsudan çıxmış qaşıq deyil. Və belə bir halda Erdoğanın təbii ki seçilmə şansları çox böyükdür. Ancaq buna rəğmən, yəni o demək deyil ki, vəziyyət əvvəlki kimi oldu. Azərbaycan üçün nə dəyişəcək? Azərbaycan üçün burada qısa desək, bir balaca sakitləşməyə çalışacaq təbii ki. Və Azərbaycan təbii ki, bundan ehtiyatlanır ki, nə necə olur, bilmir, əminlik yoxdur bundan bağlı. Azərbaycanın məsəl üçün bu Qarabağda və digər məsələlərlə bağlı qoyduğu mövqe də məhz bununla əlaqədardır. Yəni ki, belə deyək də, indi hal-hazırda nağdı nə qədər mümkündür, məsələləri həll etsin, öz xeyrinə dəyişsin vəziyyəti. Məsəl üçün deyək ki, Zəngəzur bölgəsində bu alınmış yüksəkliklərdə, yəni bunu belə əsaslandırırlar ki, bəs necə deyək, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmuş sərhəd yoxdur. Sərhəd yoxdursa biz haranı istəsək qeyb tuta bilərik. Onda bu məntiqlə düzdür, bu iki başlı bir məsələdir əslində. Bu çox səhv yanaşma tərzidir. Çünki onda Ermənistan da işğalda ittiham eləyə bilməsin. Çünki dövlət sərhədi yoxdur. Hardasa orada da dayanar. Aydın məsələdir, əlbəttə bilirsən. Ancaq bu yüksəkliklərin tutulmasının orada məqsədi də məhz bundan ibarətdir ki, yəni də gələcəkdə bir növ alver predmeti olsun, yəni. Yəni bu torq üçün hazırlanmış bir şey, yəni danışıqlar masasında Azərbaycanın əlinin altında nə qədər daha çox kart olarsa ona görə. Yəni. Ona görə o yüksəkliklər tutulur. Yoxsa da başqa bir səbəb yoxdur, yəni. Orada əhəmiyyəti yoxdur. Və Azərbaycan tələsin, məlum səbəb, yəni bu Türkiyədə axtarmaq lazımdır. Nəyə görə? Nicat qardaş, bir məsələ var ki, bir məntiq deyilən şey var da, indi məntiq bu məntiq məsələn belə deyək də, Azərbaycan 2 ayda sərhədləri, quru sərhədləri bağlamaq, yəni əslində ayın birində açılmalıydı, yine bunlar elan edir ki 2 aya bağlanır. Yox, əgər bu sərhədlər bağlanırsa yenə də, bəs onda bu Ermənistanla Azərbaycan arasında bu KPP nəyə lazımdır? Əgər bu sərhəd gediş-gəliş olmazsa, demək, bu sərhəd nəyə lazımdır? Demək, yoxdur da, bağlıdır sərhədlər. Demək, hələ buna ehtiyac yoxdur. Bu bir. İkincisi, bu Zəngəzur məsələsi ki deyirlər, Zəngəzur koridoru, yəni özünüz bilirsiniz də, ya bu Zəngəzurdan bunlar koridor açacaqlar. Yəni bu üç tərəfli müqavilədə bu kommunikasiya məsələləri vardır. Bu Zəngəzurun nə Azərbaycana, nə başqalarına dəxli yoxdur. Zəngəzur koridorunu İran özünün qırmızı xətti elan edib. Ona görə ki, İranın məhz oradan Çinə, Hindistana, Qara dənizinə yolu var. Ona görə ki, Azərbaycan vaxtilə ona yol verməyib, baxmayaraq ki, qardaş onun keçmiş torpağıdır, qardaş respublikadır. Baxmayaraq ki, bunlar səhərdən axşamacan İranı söyür,
İranı təqir eləyir, onların dini rəhbərlərini, hamısını dövləti hətta təqir edirlər birinci şəxs demək səviyyəsində. Hələ bunların televiziyası, medialarını demirəm. İran isə öz yolunu, yəni beynəlxalq qayda qanunlara əsasən öz yolunu, yəni öz çıxışını saxlamaq naminə dedi ki, Ermənistanın ərazi bütövlüyü mənim qırmızı xəttimdir. Mən regionda imkan vermərəm ki, sərhədlər dəyişsin. Bu da ki, dünyada normal qarşılandı və İran dünyanı heyrətə gətirdi ki, baxın, görün, bir müsəlman ölkəsi, bir Məhsihi millətinin sərhədinin demək, toxunulmazlığını istəyir. Bu, özü-özlüyündə böyük bir şok idi dünyada və məhz sizcə delimitasiya, demarkasiya ki deyirlər, o məsələlər və Zəngəzur koridoru və bu koridorda İranın məhz mövqeyi sizcə nə qədər düzgündür? Yəni bir neytral adam kimi gəl bunu şeydir. İndi məni hamısı İran pərəst kimi, mən İranlıyam da, biz hamımız İranlıyıq. Amma fakt budur ki, mən indi Rusiyalıyam. Sadəcə də bu region məsələləri var. Məsələn, Azərbaycan Respublikası bunu ki təşkil ediblər. Bu bütün burada yaşayan xalqların bədbəxtliyinə səbəb olub. Tatları bədbəxt edib, talışları bədbəxt edib, iki ilə bölüb. Hələ türklərin özlərini bədbəxt edib, ləzgiləri bədbəxt edib, ümumiyyətlə regionda erməniləri bədbəxt edib, regionda bütün köklü xalqların bədbəxtliyinə səbəb olan və hətta dünyada İran üçün, Rusiya kimi böyük dövlətlər üçün başarılı yaradan bir ölkədir, bir dövlətdir. İstədim bu barədə fikrinizi bildirəsiniz, buyurun. Siz burada çox məsələlərə toxundunuz. Mən bir hamısını belə deyim, indi yadımda qalan məsələlərlə bağlı. Buyurun. Birinci məsələ burada gedir bu KPP məsələsi, sərhəd keçid məntəqəsi məsələsi. Sərhəd keçid məntəqəsinin əslində delimitasiya, demarkasiya və ya da sərhədlərin bağlı olması məsələsi ilə o qədər də əlaqədar deyil məncə. Çünki məsələn Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında yeni sərhəd keçid məntəqəsi istifadə edildi bir müddət öncə. Məncə hardasa bir ay bundan qabaq təxminən belə bir şey olardı. Yəni sərhədlər yenə də bağlıdır. Yəni birbaşa bununla o qədər əlaqəsi yoxdur. Sırf konkret olaraq Həkəri çayının üzərində olan sərhəd keçid məntəqəsindən söhbət gedirsə, bu sərhəd keçid məntəqəsi məsələsi uzun müddətlə müzakirə olunan, uzun müddətlə danışılan məsələlərdən biri idi və məqsəd burada bir növ nəzarəti əldə saxlamaq məsələsidir. Çünki bilirsiniz, həmin o ekoaktivistlərdir və s. onları çox uzun müddət orada saxlamaq mümkün deyil. Ekoaktivistlərin əsasən ora çıxarılmasının məqsədi də bundan ibarət idi ki, Vardanyan birincisi geçsin iqtidardan, ikinci məsələ də ki, həmin o koridor Azərbaycan Respublikasının nəzarətini edir. Yəni, əvvəllər KPP Şuşa şəhərində idi, Loru Didəsi, qeyri-rəsmi olaraq. Kim istəyirdilər buraxırdılar, kim istəmirdilər buraxmırdılar. İndi hal-hazırda rəsmi olaraq dövlətin artıq KPP-si var Həkəri çayının üzərində və ona görə ekoaktivistlərə artıq ehtiyac yox. Yəni, məqsəd burada həmin o yolu nəzarətə saxlamaqdır və buna görə də o orada qurulub. Bu birinci məsələ. İkinci bir məsələ bundan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi bu bir gündə, 2 gündə, bir il ərzində həll olunacaq biləcək bir məsələ deyil. Çünki Azərbaycan Respublikasında ümumiyyətlə belə bir təbliğatını aparırlar, danışırlar ki, bəs gəlin biz Ermənistanla müqavilə bağlayırıq, sülh müqaviləsi bağlayaq və yəni bu tamamilə belə bir reallıqlardan uzaq bir şeydir. Çünki Azərbaycanla Ermənistanın texniki olaraq sülh müqaviləsi bağlaması biraz qəribə görsənir şəxsən mənə. Çünki Azərbaycan və Ermənistan bir-birlərinə və ya da iki tərəfdən birisi digərinə müharibə elan etmir. Rəsmi olaraq belə bir şey olmayıb ortalıqda. Belə olan halda hansı sülh müqaviləsindən söhbət gedə bilər? Azərbaycan və Ermənistan respublikaları öz aralarında münasibətlərin normallaşması haqqında saziş imzalayırlar. O sazişdə məsəl üçün, yəni texniki olaraq adı bunun düzgün deyil. Bu cümlə qoyulması sülh müqaviləsi. Yəni münasibətlərin normallaşması demək daha, yəni burada hüquqi cəhətdən daha normal olardı.
Və o demək də deyil ki, əgər ki, məsələn Ermənistanda da belə bir yanlış bir təsəvvür var. Paşinyanın çıxışlarını tez-tez yəni mən rast gəlirəm ki, hə gəlin bu müqaviləyə qol çəkək, bununla da söhbət bağlansın. Bu özü səhv yanaşma bir tərzidir. Çünki hər hansısa bir sənədin imzalanması və bir dövlətin digərinin ərazi bütövlüyünü tanıdığını elan etməsi o demək deyil ki, problemlər bununla bitir. Suriya və Türkiyə bir-birlərinin ərazi bütövlüklərini çoxdan tanıyıblar. Hər ikisi BMT-nin tanınmış üzvləridir. Ancaq ki, Türkiyənin qoşunları və də Amerikanın da müəyyən hərbi birləşmələri Suriya ərazisindədir və hər hansısa bir tanıma, sərhədlərin delimitasiyası, demarkasiyası məsələsi buna heç də mane. Yəni ona görə bu illüziyanın özü belə mənə şəxsən çox belə qəribə gəlir. Digər bir məsələ bundan ibarətdir ki, delimitasiya və demarkasiya prosesi özü, yenə də deyirəm, bu qısa müddətdə həll oluna biləcək bir məsələ deyil. Azərbaycan Respublikasının delimitasiya və demarkasiya olunmuş sərhədləri əsasən İranlandır. O da keçmiş Sovet İttifaqı ilə görə. Sovet İttifaqı İran sərhədi. Bəli. Və Türkiyə ilə sərhəd delimitasiya, demarkasiya olunur və bitib. Çünki o da yəni eyni də Türkiyə və SSR sərhədi idi. Ancaq Sovetlərin məsəl üçün daxili sərhədlərinə gəldi. O məsələn Gürcüstan və Azərbaycan sərhədləri. Sərhədlərin 3də 2-si cəmi delimitasiya, demarkasiya. Bəli. Çünki məsəl üçün İori çayı ki var, Qazaxıstan Balaqan tərəfdə. İori çayını məsəl üçün orada təbii ki İori çayının adı sərhədində. O çay ki bölür, belə deyim də, o öz axarını neçə dəfə dəyişib və indi məsəl üçün onun mübahisəsi var ki, hansı dövrün axarı ilə hesablanmalıdır və ya da hardan keçir dəqiqliyini baxar. Yəni məsələn belə mübahisələr var. Və də digər yerlərdə olsun bu var. Rusiya ilə Azərbaycanın sərhəd delimitasiyası, demarkasiyası uzun illər çəkmiş bir proses idi. Yəni bu heç də qısa bir müddətdə başa gəlmədi. Eyni qaydada məsəl üçün götürək Ermənistanla Gürcüstanın sərhəd delimitasiyası, demarkasiyası bitmir. Hansı ki, adını çəkdiyim dövlətlərin bir-birlərindən diplomatik münasibətləri var. İstənilən vaxtı bu dövlət başçıları bir-birlərindən görüşə bilərlər. İstədikləri vaxt komissiyalar bir araya gələrək çox rahatlıqla yəni ki, müzakirə apara bilərlər. Rahatlıqla ən azından pasportu, məsələn, Gürcü pasportu ilə çox rahatlıqla Ermənistana gedə bilərsən bunu tanışmaq üçün. Bəli. Ən azından telefon etmək mümkündür, məktublaşmaq mümkündür. Yəni kommunikasiya ilə bağlı hər hansı bir problem yoxdur yəni. Və ən azından bu məsələ mətbuata çıxanda ki, məsələn deyək ki, Gürcüstanın Ermənistanın komissiyasının görüşü burada baş verib. Heç kəs burada belə bir deyimdə podvodный камень axtarmır. Yəni belə deyimdə bu məsələnin arxasında hansı bir arxa planlar zad var, şayələr, nə bilim hansı mübahisələr zadlar olmur. Amma Azərbaycanla Ermənistanın nümayəndələrinin belə bir görüşü mümkün deyil. Yəni bu çox rahatlıqla başa gəlməyəcək. Və insanların buna reaksiyaları fərqli olacaq. Kimsə qızışdırmaq istəyəcək hansısa məsələləri, kimsə hansısa belə deyim şayəni atacaq ortalığa və bu ciddi mübahisələrə səbəb olacaq. Yəni demək istədiyim ondan ibarət normal münasibətlərdə belə bu əgər 10 illərlə çəkən bir prosesdirsə, indi düşünün ki, münasibətlərin bu səviyyədə olduğu halda delimitasiya və demarkasiyanın getməsi o qədər də rahat bir məsələ deyil əslində. Çünki məsəl üçün deyirlər Sovet sərhədləri ilə bir-birimizi tanıyaq. Kəlbəcər rayonu ərazisində Ala gölləri var məsəl üçün və gölün yarısı bu tərəfdədir, yarısı bu tərəfdə. İndi o hansı neçə metr ki orada biri deyəcək ki, mən istəyirəm ki, buradan bu bucaq altında getsin, o biri deyəcək ki, mən bu bir tərəfdə istəyirəm getsin. Yəni mübahisə məsələsinə gəldikdə kifayət qədər mübahisə tədbirləri ortalığa çıxacaq. Ona görə delimitasiya və demarkasiya bu yaxın vaxtlarda bunu gözləmək mümkün deyil. Bu çox ağır, çox uzun gedən bir proses. Və ən əsas məsələlərdən birisi bundan ibarətdir. Delimitasiya və demarkasiya silahlı qüvvələr tərəfindən aparılır. Yəni məsəl üçün Azərbaycan tərəfinin rəsmi ritorikasında belə bir şey var ki, biz məsəl üçün orada hansı yüksəkliyi tuturuq və yaxud da ki, bizim əsgərimiz gedib ora. Çünki delimitasiya və demarkasiya tamamilə başqa cür aparılır. Bununla bağlı təcrübə var. Yəni və Azərbaycan Respublikasının özünün fərqli təcrübəsi var bu arada. Burada bu gedir siyasi, diplomatik belə deyim, müstəvidə bir məsələ. Hərbi yolla həll olunursa bir məsələ deyil yəni. Sən orada əgər o sərhəddə hətta deyək ki, hərbiçilərin əli ilə belə orada turba bastırıb belə deyim, məhdudlanmış olsan belə, o demək deyil ki, Ermənistan bunu tanıyacaq və ya Ermənistan bunu tanımış olsa, bunu digərləri tanıyacaqlar və sənin etdiyin addım legitimlik qazanmış olacaq. Xeyr, legitimlik qazanılmayacaq. Bu belə, bu öz yerində. Zəngəzur. Zəngəzur məsələsi. Zəngəzur məsələsi, siz belə deyim də sizə də, Zəngəzur məsələsi Azərbaycan tərəfindən
bu barədə kifayət qədər deyilir, kifayət qədər bu fikirlər səsləndirilir. Mən bu bayaqlarda dedim ki, Azərbaycan ən başda bunu demişdim. Azərbaycan o üçtərəfli bəyanatda özünə sərf edən müddəalardan istifadə edir. Zəngəzur koridoru məsələsi də bunlardan birisidir. Sadəcə olaraq bu Zəngəzur məsələsi təkcə Azərbaycan-Ermənistan münasibətləri məsələsi də deyil. Burada Azərbaycan-Rusiya münasibətləri də var. Burada Ermənistan-Rusiya münasibətləri də var. Burada Rusiya-İran münasibətləri məsələsi də var. Burada Rusiya-Türkiyə münasibətləri var. Ümumiyyətlə, hal-hazırda bu son bir ildir Ukraynada gedən hadisələrin də bu məsələdə çox ciddi şəkildə rolu var. Məsələ bundan ibarətdir ki, Zəngəzur koridorunda maraqlı olan tərəflərdən birisi, yəni və yaxud da ki, ən azından bu məsələdə neytral yanaşan tərəflərdən birisi Rusiyadır. Çünki Rusiyanın bu barədə itirə biləcəyi bir şey yoxdur əslində. Zəngəzur koridoru həmin o üç tərəfli bəyanata əsasən də hərçənd orada kommunikasiyalar qeyd olunub. Məsəl üçün, burada konkret olaraq Zəngəzur koridorunu götürsəydi, o Rusiyanın nəzarətində olacaq bir koridor olacaq. Rusiyanın, belə deyək də, bu FSB-si və gömrüyü onu yoxlayacaq orada. Mən məsəl üçün, baxıram bəzən Ermənistanda bundan bağlı çox böyük bir isterik olur ki, bu Rusiya bunu yoxlayır və s. Əzizlərim, Zvatnot hava limanı ki var Yerevanda, orada da gömrük FSB-dir, yəni bilmirsiniz. Ermənistanın gömrüyü oturur. Bu problemi deyilsə, Zəngəzurda da Rus gömrüyünü oturub orada kontrol etməsinə çox böyük bir problem olmamalıdır. Texnik olaraq, yəni argumenti qoyduqda elə argument qoymaq lazımdır ki, bu həqiqətə uyğun olsun. Bu belə. Yəni burada Rusiyanın marağı var. Orada qalır. Orada onun hərbi birləşmələri dayanacaq. Digər bir tərəfdən məsələ burada yollar məsələsidir. Mən xatırlamıram dəqiqində bunu kimi deyən. Səhvimizə fransız generallarından birisi demişdi ki, əgər ki yoldan ticarət üçün istifadə olunmursa və oradan ticarət malları keçmirsə, o yoldan tanklar keçəcək. Məsələ bax budur. Yəni həmin o yol ümumiyyətlə lazımdır ki, Rusiyanın ümumiyyətlə qərblə və ya da ki, Türkiyə ilə olan münasibətlərin tənzimlənməsi üçün, hansısa malların daşınması və s. məsələləri üçün. Çünki indi biz bilirik ki, müharibə gedir. Müharibə getdiyinə görə birbaşa olaraq Rusiyanın qərblə ticarət və digər əlaqələri mümkün deyil. Ona görə də burada Türkiyə məsələsi var ortada. Mən bayaqlar seçkilər məsələsini Türkiyədə demişdim. Bax, burada məsələ ondan ibarətdir ki, Erdoğan və şəxsən Rusiya Federasiyasının prezidenti Putin arasındakı münasibətlərdə rol oynayır. Əslində, əgər diqqətlə belə baxsaq, izləsək, Rusiya ilə Türkiyə bu günlərinə ən çox düşmən olmalı olan ölkələrdən birisi idilər. Ancaq ki, bu ölkələrin başında bu iki şəxsin olması və o şəxslərin biri-biri ilə şəxsin münasibətləri məsələsi o düşmənçiliyin yaranmasına imkan vermir tam üstəlik. Yoxsa, yəni, çünki hər ikisini tarixə istinad etməsi, məsəl üçün, bir sıra narazılıqlar və s. o çoxdan, yəni ki, bu qızğın bir fazada bir konfliktin baş verməsinə səbəb olmalı. Amma ki, bu iki şəxsin bir-birinə münasibətləri buna imkan vermir. Və bu iki tərəfli, belə deyim, şəxsi münasibətlər çərçivəsində də məhz həmin o koridor məsələsinə, yəni baxılır. Təbii ki, Türkiyənin burada öz maraqları var məsələdə. Türkiyənin özünün istədiyi şeyləri də var. Gələcək üçün, yəni, nəzərdə tutulan məsələlər var. Rusiya, məsəl üçün, özünə görə, yəni ki, burada şeydir ki, yəni də, mən hər şey nəzarətindədir, heç bir şey olmayacaq və s. Deyilə bilər ki, burada, məsəl üçün də, niyə görə Gürcüstan vasitəsilə getmək? Siz burada bir məsələ nəzərə alın ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir, Türkiyədə Erdoğandır və hər ikisinin Putinlə münasibətləri o qədər də pis deyil. Və Zəngəzurda, belə deyək ki, o Zəngəzur koridoru ərazisidir, kilometr məsafədə, əgər ki, Rus FSB-si dayanmış olarsa, Rusiyanın FSB-si dayanmış olarsa, bu halda həmin o yol, yəni belə deyək də, öz aralarında qalmış olur. Nə baş verir orada, kim hara nə daşıyır, kim nə alır, o bütün ticarət, hamısı öz nəzarətlərində olmuşdur. Amma Gürcüstan belə deyil. Gürcüstanda baxmayaraq ki, İvanişvili hökuməti kifayət qədər Rusiyaya qarşı loyaldır. Gürcüstan o qədər etibar oluna biləcək tərəfdaş deyil bu barədə. Nə Türkiyə üçün, nə Azərbaycan üçün, nə Rusiya üçün. Yəni, hamı balaca şübhə ilə yanaşır. Çünki bugün vəziyyət belədir, sabahlar necə olacaq, dəqiq bilir. Ona görə də məhz bu koridor məsələsi müəyyən dərəcədə Rusiyanın marağındadır, hardasa. Türkiyənin marağındadır, qeyd şərtsiz və Azərbaycan bu vəziyyətdən istifadə etməyə çalışır. Bayaqlar dedim, Azərbaycan sadəcə fürsətləri çox
ağıllı şəkildə dəyərləndirməyə çalışır yəni bu barədə. Ancaq bu məsələdə Rusiyanın Çinlə və Rusiyanın İranla olan münasibətlərinə baxmaq lazım. Yəni Rusiya orada Türkiyə ilə olan münasibətlərinə görə və Zəngəzur koridoruna görə Çin, Hindistan və İranla münasibətlərini də korlamamağa çalışacaq. Yəqin ki, bunu ilə bağlı olaraq ola bilsin ki, hər hansı bir təminat verilsin. Çünki şəxsi münasibətlər məsələsi də burada var. Yəni düzdür, İranla bir balaca fərqlidir yəni məsələ. Amma ki, ona görə İran bu məsələdə daha çox aktivdir. Yəni. Amma Çində vəziyyət fərqlidir. Yəni Xi Jinpinglə Putin arasında olan şəxsi münasibətləri məsələsi, həmçinin Modi ilə Hindistan baş naziri ilə olan şəxsi münasibətləri məsələsi var. Onları birləşdirən BRICS var. Yəni də Braziliya, Cənubi Afrika Respublikası, Hindistan, Rusiya və Çin layihəsi var. Keçən dəfə mən belə bir məlumata da rast gəldim ki, vahid valyutanın beynəlxalq əməliyyatları üçün. Bəli, var elə söhbət. Yəni onların məsələləri əlaqələri çox dərindir yəni. Yəni ona görə Rusiya bu təminatı verə bilər ki, yəni bunun sizə aidiyyəti yoxdur. Yəni mənim oradan mallarım keçir, amma məsələ də bu sizin əleyhinizə deyil yəni bu məsələ. Yəni hər şey mənim nəzarətimdədir. Amma İran bir balaca fərqlidir bu məsələdə. Çünki Modi baş nazirdir və məsələn deyir ki, o prezident deyil yəni. Məsələn 2 dəfə seçildi, ondan sonra getmək kimi bir şey yoxdur yəni, ötəliyi yox. Uzun müddətdə qala bilər. Yəni o liderdir orada. Yəni, necə ki Paşinyan Ermənistanda məsələsində. Və ya da Xi Jinping həmçinin bütün məlumat. Amma İranda bir balaca vəziyyət fərqlidir. Yəni, İranda iqtidar dəyişir. İranda fərqli qruplar var, maraq qrupları var. Ona görə də yəni İran rəhbərliyi bir balaca şübhə ilə baxa bilər yəni bu məsələyə. Ancaq Rusiya ilə İranın son bir il ərzində yaxınlaşması, onların ortaq belə deyim, hədəfləri, məqsədləri, ortaq belə deyim, layihələri və sairələrdə ortaq gördüyü bəzi işlər, xüsusilə də son bir il ərzində yaranmış vəziyyəti nəzərə alaraq, mən gözləmirəm açıq ki, yəni ki, bir-birlərinin əleyhinə nəsə, bir-birlərinin maraqlarını gözləmədən hansısa addımları atsınlar yəni bu arada. Bu öz yerində. Amma digər bir tərəfdən də İranın bu məsələdə aktivliyi şayandır yəni, bu göz önündədir və bu boş yerə deyil. İranın aktivliyi Azərbaycan Respublikasının son 3 il ərzində yaratdığı isterika ilə əlaqədardır. Bilirsiniz, bir məsələ var da, Azərbaycan Respublikasına bu vaxta qədər kifayət qədər şans verilir İran tərəfindən. Kifayət qədər belə deyək də, güzəştlər olunur. İran güclü bir dövlətdir. Bilirsiniz, bir məsələ var ortalıqdakı da, yəni Azərbaycanda nə düşünürlər, nə şeylər göstərə bilərlər. İran Roma İmperiyası ilə müharibələrdə adı keçmiş dövlətdir yəni. Yəni bu dövlət dünən yaranmır. Bu dövlətin min illərə dayanan tarixi var, arxasında keçmişi var. Hətta mən bunu tam məsuliyyəti və ciddiyyəti ilə bilirəm. Hindistanda hətta vahid dövlət olmayanda, Cənubi Afrika Respublikası olmayanda, Braziliya olmayanda, Rusiya olmayan dövlət olaraq İran var idi. Ona görə İranın dövlətçiliyi ənənəsi var. İran sivilizasiya olub. Düzdür, Hind və Çin sivilizasiyasında heç kəs danmır. Ancaq İran bu regionda sivilizasiyalardan birisi olub. Və İranla oturub kəllə-kəlləyə gəlmək, yəni və nəyə görə? İranla Azərbaycanın münasibətlərinə də baxsaq, mən bir şey deyəcəm də, Bakıda Günas TV bəlkə eşitmişsiniz, Güney Azərbaycan televiziyası deyirlər, o fəaliyyət göstərir. Məsəl üçün bir anda onu düşünək ki, məsəl üçün Artsaq TV Tehranda fəaliyyət göstərir. Azərbaycanın reaksiyası nə olar? Həmin o Günas TV, həmin o ANT TV var, məsəl üçün İsveçrədə ANT TV mərkəzi. Bu da separatçı kanallardan birisidir. Azərspace peyki vasitəsilə gəldi. Azərbaycanın peyki və bu peyk dövlət nəzarətində olan bir peyk. İransat peyki vasitəsilə Artsaq televiziyası yayınlanmış olsa da Azərbaycan nə reaksiya verir? Və yaxud da ki, məsəl üçün bu qədər, mən keçən dəfə bir rəqəm çıxdı qabağıma. Səhv etmirəmsə 2008-ci illərə qədər, 2008-2010-cu illərə qədər idi. Səhv etmirəmsə 7-9 min arasında İran ərazisindən separatçı pan-türkistlə Azərbaycan Respublikasına mühacirət edib, bunlar da oturumda veriblər, heç bir problem yox. Bax, eyni məsələni, eyni reaksiyanı İran eləmiş olsaydı olardı. Bəli. Və yaxud da ki, məsəl üçün, mən belə bir şeyə rast gəlmişəm. Ayətullah Xamneyi çıxışlarının birində desən demişdi. Qarabağ müsəlman torpağıdır, İslamın torpağı. Bəli. Və bunu Azərbaycanda isterika ilə qarşıladılar ki, bəs belə deyək də, baxın Azərbaycan torpağı deyir, İslamın torpağı deyir.
deməli o torpaqlarda gözü var və s. Yəni siz başa düşürsünüz Ayətullah Xamneyi dini xadimdir, dini liderdir yəni bu adam. Bəli. Və bu adam bunu, yəni belə deyim, bu İslamın torpağı deyibsə, yəni bu pis mənada bunu deyə bilməzdi hər halda. Bəli. Yəni başa düşürsünüz, bu hər bir sözdən bir isterika mövzusu çıxartmaqdır, yəni bu öz yerində. Yaxud ki, məsəl üçün əvvəllər bütün bu məsələləri hamısını yıxırdılar, belə deyək, Elçibey dövrünün boyuna, nə bilim, Xalq Cəbhəsinin, Müsavatının və s. Mən bir məsələni deyim, Azərbaycan o vaxtı, Azərbaycan iqtidarının həmişə səsləndirdiyi belə bir fikir var idi ki, iki fikir var idi hətta. Ki, bir 92-93-cü illər bardaq idi, belə idi və pis idi vəziyyət və s. 92-93-cü illərin vəziyyətindən qayıtmışdıq biz. Bir də ki, bir dənə ifadə var idi məşhur ki, nə Azərbaycanı Suriyaya döndərmək istəyirsiniz, artıq Suriyanın günündədir, yəni Suriyadan heç bir fərqi yoxdur. Atışmalar da gedir, insanlar da həlak olur, sosial rifah pis bir vəziyyətdədir, ölkənin sərhədləri bağlıdır, heç yerə gedib gələ bilmirsiniz, bahalıqdır, Rusiya ilə Türkiyənin belə deyim, aralarında olan münasibətlərindən asılıdır Azərbaycanın taleyi, yəni Suriya deyil, yəni bu artıq. Və söhbət ona gedir, məsələn, o 92-93-cü illərin vəziyyətinə gedib qayıdıb, məsələn, İrana qarşı olan ritorika baxımından da. İran ilə ola bilər ki, məsəl üçün, müəyyən narazılıqlar və s. olsun. Narazılıq üçün əslində bir səbəb də yoxdur. Yəni, məsəl üçün, qəbul etməyə bilərsiniz müəyyən şeylər. Heç kəs gəlib Azərbaycan Respublikası üçün deyə bilməz ki, sizdə niyə görə şəriət qaydalarına əsasından bir teokratik hökumət yoxdur. Azərbaycan dünyəvi respublikadır, dünyəvi respublika olaraq da qala bilər. Yəni, məncə, bu belə də olmalıdır, hamı, belə deyim, qanun olsun, hamı rahatlı şeylər. Yəni, Azərbaycan Respublikası belə formalaşıb artıq. Yəni, burada vəziyyət bu fərqlidir. Ancaq ki, yəni, burada kimisə İran şpionu olaraq həbs etmək və buna nə hacət var, niyə bunu deyirsin? Kimsə orada namaz qılmaq istəyir, ibadətini edilmək istəyir, eləsin, yəni, burada hansı bir problemi bir şey yoxdur. Yəni. Təsəvvür edirsən, İranla bunların ya mübarizəsi gedir, belə deyək də, öz vətəndaşlarını məhv edir, zindanlarda çürüdür. Bu, yəni, bir ölkədə bu belə şey yoxdur, bu biabırçılıqdır. Siz belə bir o ifadə var el arasında deyilir ki, eşeğe gücü çatmır, palanı öyrətir. Məsələ İrandan uzaq, ancaq ki, vəziyyət budur. Yəni, gücü onun İrana çata bilməz təbii ki, Azərbaycanın vardı. Ancaq ki, öz dindarlarından bunu haykın çıxır. Yəni, o dindarların səninlə nə işi var? Yəni, nəyə inanırlar, nəyə ibadət edirlər, özləri bilərlər. Heç kəsin işindən bu barədə qarışmaq olmaz əslində. Bu düzgün bir şey deyil. Kimsə, məsəl üçün, başını bağlayıb getmək istəyirsə məktəbə, yəni hicabla, niyə də yox yəni? Yəni, mən burada məntiqi başa düşmürəm. Əslində, səhv məndədir. Mən çox üzr istəyirəm ki, Azərbaycanda məntiq axtarıram. Səhv məndədir, Azərbaycanda deyil. Yəni, səhvi mən edirəm. Ancaq ki, burada məntiqsizlik var həqiqətən. Yəni, hansı daha yaxşıdır? Yəni, bu insan, belə deyil də, məktəbə getməyəcək, oxumayacaq, bu adam təhsil görməyəcək, heç bir şey deyə bilməyəcək və sadəcə o evində oturacaq. Yoxsa bu insan gedəcək, maariflənəcək, oxuyacaq, xarici dil biliyi olacaq, riyaziyyatçı olacaq. Bəlkə o adam neysə kəşf edə bilər, hətta dünya elminə bir töhfəsi olacaq. Hansı daha faydalıdır? O problem bax budur, yəni. Məsələ bu müstəvidə qoyulmalı. Kimsə başını bağlaması mənə elə gəlir ki, burada böyük bir problemi bir şey ola bilməz. Əlbəttə ki. İranla münasibətlər məsələsi burada həm də yəni də İranın haqlı olaraq yəni ki, münasibəti var. Çünki haqlı olaraq yəni ki, bu mövqeyi qoyur. Hərçəndir ki, yəni İran tərəfi deyim ki, çox da böyük bir, yəni Azərbaycan mediası ilə ölçsək, belə bir təəssürat var ki, İran Azərbaycanı gəlib artıq işğal edib və ya ki, bombalayır, Azərbaycana qarşı İran heç bir addım atmır alır. Sadəcə olaraq, belə deyim də, siz özünüz qorxuya düşürsünüz və nəyə görə, yəni etdiklərinizi yaxşı bilirsiniz. Ona görə qorxuya düşürsünüz. Çünki başqa birisi olsaydı, sizinlə tamamilə başqa cürə davranardı və ya da sizə qarşı eyni addımları atsaydılar. Siz çoxdan o ərazini bombalamışdınız da, məhv eləmişdiniz də, yer üzündən silmişdiniz də. Yəni. Siz bunu bildiyinizə görə, yəni hamını özünüz kimi hesab edirsiniz. İran təmkinli davranır bu arada. Çünki İranın dərdi insanlarla deyil. Yəni, İranın problemi olsa Azərbaycan Respublikasının siyasi rəhbərliyi ilə olur. Bəli, bəli. Yəni onun insanlara qarşı durub burada qətliam törətməsi və s. O Azərbaycan deyil bu arada. Mən məsəl üçün keçən dəfə belə bir videonu gördüm. Səhv etmirəmsə Kəlbəcər rayonunda idi bu. Azərbaycanın dırnaqarası hansısa şanlı əsgərlərdən birisi Kəlbəcər meşəsində ayının başını kəsmişdi. Və ayının başını video göstərir, fəxrləndə. Yəni ayının günahı, o həmin o ayı
ermənilərin nəzarəti altında yaşayanda daha xoşbəxt yaşayırdı orada, nəinki siz sonra gedib girəndən sonra. Yaşayırdı da həmin o ayda. Yəni siz ayıya belə düşmən kəsilmişsiniz orada, heyvanlara belə düşmən kəsilmişsiniz. İran bunu eləmir. İranın nəinki heyvanların, insanlarla belə işi yoxdur. Siyasi rəhbərliklə problemləri ola bilər və bu problemləri də siz özünüz yaratmışsınız süni şəkildə. Yəni o belə deyək də, əgər ki, məsəl üçün İranla danışılsaydı bu Zəngəzur koridoru məsələsi ki, biz buradan keçib gedirik, siz də keçib gedirsiniz. Yəni bir-birimizə dəymirik, dolaşmırıq. Yəni bunu normal qaydada izah olunmuş olsaydı, yəni diplomatik kanallar var seçilmiş. Mənə elə gəlir ki, İran da buna etiraz etməzdi yəni. Yəni İran niyə etiraz etsin ki, oradan hər hansı bir Naxçıvanla Azərbaycanın bir-biri ilə əlaqəsi olsun. Yəni ona maneçilik törədəsi deyil. Hətta biz xatırlamalıyıq bir şey ki, İran tərəfinin Azərbaycan tərəfi deməli Naxçıvana İran ərazisindən keçmək şərti ilə dəmir yolunun çəkilişinə bağlı razılıq əldə eləmişdilər. Heç o məsələ qaldı keçmişdə. Problem bunlardadır sözün doğrusu. Bunu da qəşəng bilirsiniz. Təbii ki, Azərbaycan özü süni şəkildə bu problemi yaradır və bu süni şəkildə problemin yaradılmasının səbəbi də məhz İlham Əliyevdir və onun iqtidarıdır. Bilirsiniz, məsələ bundan ibarətdir ki, İlham Əliyev belə deyək, Qarabağı əldə etdi. Hərçənd onun Qarabağı əldə etməsi də məhz fürsətdən yararlanmaq idi, belə deyək. Həmin dövrdə Ermənistan və Rusiya Federasiyasının arasında olan münasibətlər məsələsi də var idi burada ki, kifayət qədər soyuqluq var idi. Türkiyə Respublikasının əl ayağı kifayət qədər açılmışdı. Bu arada Azərbaycan rəhbərliyi ilə olan münasibətləri. Digər tərəfdən Çində məsəl üçün koronavirus problemi var idi, dünyada ümumiyyətlə koronavirus problemi var idi. Qərb dünyası idi, məsəl üçün Avropanın başı qarışmışdı Brexit məsələsinə, Böyük Britaniyanın Avropa İttifaqından çıxışı məsələsinə. Amerikada da seçkilər idi, yəni Amerika Birləşmiş Ştatlarında seçkilər idi, yəni Trumpın iqtidardan getməsi üçün dünyanın diqqəti bu məsələlərdə idi. Və bu fürsətdən istifadə edərək, yəni Qarabağda, yəni bacardığı qədər əraziləri ala bildi, yəni belə deyək. Yəni Azərbaycan son 3-4 il ərzində fürsətçilikdən yəni yararlanır. Hələ ki bəxti gətirir. Yəni bu günə qumar oynamaq kimi bir şeydir. Yəni. Sən hələ ki bəxtin gətirə bilər, amma gələcəkdə necə olacaq bu bilinmir. Ancaq ki söhbət ondan gəlir ki, okey, yəni bu Qarabağı Azərbaycanın nəzarətinə götürdülər, aldılar. Ancaq ki 3 ildir məsəl üçün reklam edirlər. Nə bilim yol çəkilir, bu Ağalı kəndini Zəngilanda Smart kəndi istifadə edilir. Hansı ki pomidorun sezon vaxtında, yəni yayın cığacıq vaxtında pomidorun kilosu 5 manat idi yəni orada. Çünki yoxdur yəni, o infrastruktur yoxdur yəni orada. Yəni cəmaatı götürüb köçürtməklə deyil. Və belə deyək də, reklam olunur və sarılıq ancaq əvvəlki kimi insanların dəstəyi yoxdur. İnsanlar həmin o müharibə veteranlarına olan münasibətini də görürlər. İnsanlar əvvəlki kimi, məsəl üçün mən diqqət edirdim sosial şəbəkələrdə, bu Zəngəzur məsələsi çıxanda, sonra İranla münasibətləri məsələsi çıxanda, Azərbaycan cəmiyyəti sosial şəbəkələrdə çox ehtiyatlı davranır. Haqlı olaraq da qorxur. Öz gələcəyinə görə, ailəsinə görə və s. Ancaq hətta buna rəğmən belə münasibət bir mənalı deyildi. İnsanların münasibəti bu məsələdə fərqli idi. Yəni İlham Əliyev özünə qarşı olan o populyarlığı ki var idi, onu itirməyə doğru gedir. Məsəl üçün bəzən deyirlər ki, Qərb dünyasında və ya digər yerlərdə, Azərbaycanın kənarında olan yerlərdə ki, bəs Azərbaycan tərəfi Dağlıq Qarabağ ermənilərlə bağlı hər hansı bir pozitiv addımlar ata bilərdi. Ata bilməz. İlham Əliyev və Azərbaycanlılar niyə əhd eləmişdilər? Ona qarşı müharibədən əvvəl münasibət necə idi? Nənəsi ermənidir, ya anası ermənidir, ya bilmirəm. Onun fərqi yox. Yəni belə deyək də, onu əhv eləyib bağrına basması Azərbaycanın sırf o belə deyək də Qarabağda olan məsələləri. Onu anti-erməni isteriyası ki vardı, onunla əlaqədar idi. İndi hal-hazırda bu isteriya dayanmış olsa, yenə də İlham Əliyevə qarşı münasibət əvvəlki kimi olacaq. Hain, satqın, torpaqları verdin və s. Ancaq ki, yəni bu hal-hazırda bu reklam olunan Şuşa, nə bilim İlham Əliyev getdi, Azıq mağarasına, nə bilim hansısa yolcu, bu artıq effekti verir. Ona görə yeni düşmən axtarışına çıxmaq lazım. Bu Zəngəzura gelib girməyin o beynəlxalq hüquq normalarına əsasən tanınmış ərazi. Sən oradan hansısa bir 200 kvadrat kilometr ya 300 kvadrat kilometr ərazisini götürə bilərsən. Amma şəhəri gedib işğal edirsən, orada hansısa vilayəti işğal edirsən, mağazayı işğal edirsən, bilmirəm, yəni bunun nəticələri o qədər yaxşı olmayacaq. Bu çox böyük bir risk olardı.
Ona görə də, yəni bu da alınmır. Hə, onda nə etməliyik? Biz Gürcüstanla dava eləyə bilməzsən. Çünki sənin dünyaya çıxışın hal-hazırda əsasən Gürcüstan vasitəsilə gedir. Rusiya ilə dava eləyəsi deyilsən. Yəni başqa nə qalır? Hə, gəlin İranla söyləyək. Cəmbolə belə deyim də, Azərbaycana verilmiş silahlar var. Qarabağ müharibəsindən əvvəl İsraildən bunların aldığı silahlar var. O silahlar həmin o satıldığı dövrdə, indi yox. İndi hamıya satırlar o silahları. Hindistana da satıblar məsəl üçün rədd edirlər. Amma ki o silahlar Azərbaycana satıldığı vaxtda, okey, yəni İsrail bundan pul qazanır təbii ki. Ancaq ki elə silahları həmin dövrdə təkcə pula görə verəsi deyildilər Azərbaycan. Orada başqa məqsədlər də olmalıdır. Və ya da nəzərə alsa aeroportların tikilişi. Zəngilanda və Füzulidə aeroport tikilir. Niyə? Yəni, Zəngilanla Füzulinin arasında avtomobillə hərəkət etmiyorlar. Yəni. 100 kilometr yoldur. Yəni o məsafəyə, yəni Laçında da aeroport tikirlər. Yəni, niyə? Yəni, bunun məqsədi bəlli deyil. Ondan əlavə, məsəl üçün, biz müəyyən provokasiyalar da görürük. Böyük Britaniya, məsəl üçün, Azərbaycanda olan səfiri müharibədən bir müddət sonra, qısa bir müddət sonra özdə, Araz çayının sahilinə gedib şəkil çəkilib, Twitterdə paylaşmışdı. Salam İran. Yəni. Nə idi yəni? Və yaxud da ki, hansısa İsraildən olan delegasiyaların aparılması. İlham Əliyevin İran sərhədində dronları düzüb başını tumarlaması şəkli. Biz Azərbaycan cəmiyyəti, okey, mən görürəm, sevinirlər, atlanıb düşürlər, İlham Əliyevə balet edir, amma İlham Əliyev futbolist deyil ki, ona balet edirsiniz, və ya da müğənni deyil. Siz nəzərə alın ki, ümumiyyətlə Azərbaycanda mən gəlmirəm. Bunlar ümumiyyətlə hər şeyə belə azarkeşlik nəzərlə yanaşırlar. Sanki o ölkəyə gəliblər belə turist olaraq və hansısa komandalara azarkeşlik edirlər. Məsəl üçün, adi bir şey deyim də, Ayaz Mütəllibovu dəstəkləyən qruplar. Məsələn, soruşanda niyə dəstəkləyirsən? Yaxşı prezident deyil. Mən Ayaz Mütəllibovun əleyhinə deyiləm və ya onun əleyhinə heç bir şey deyə bilmərəm, amma Ayaz Mütəllibov cəmi cümlətanı bir il prezident olub. O müddətdə hansı nə eləyə bilər ki, sonra yaxşı qəbul edir. Onu dəstəkləyən insanlar kimlərdilər? Şirvan cəmaatı. Niyə görə? Çünki özünkülərdir. Yəni, bu insanlar hər şeyə azarkeşlik etməklə məşğuldurlar və turist kimi yaşayırlar o ölkədə. Yəni, İlham Əliyevə də o olan şey ki, nə bilim, sevinirdilər, gülüş qoyurdular, nə bilim, ürək ismaillikləri və s. Bu azarkeşlikdən qaynaqlanan bir şeydir yəni. Ancaq bunun nəticələri çox ağır ola bilər. Və belə deyim də, İlham Əliyev borclu qalır bu məsələlərdə. İstər İsraillər, istər Böyük Britaniya. Həmçinin də nəzərə almaq lazımdır ki, təkcə bu borclu qalmaq məsələsi yox, asılılıq məsələsi də var müəyyən. İlham Əliyevin ətrafı, özü, ona yaxın olan, iqtidarda olan şəxslərin müalicəsi konkret olaraq Hayfa şəhərinin yaxınlığında olan klinikaların birisində həyata keçirilir. O klinikanın yerini də yəni, tapmaq o qədər çətin bir şey deyil. Kimsə maraqlanırsa, mən onu necə tapa biləcəklərini belə izah edə bilərəm. Məsələn, bu Gəncənin icra başçısı yazıya gəlirsə, güllələnmişdi. Bəli. Onun müalicəsi İsraildə Hayfa yaxınlığında başlamışdı. O da necə müəyyən etmişdim, yəni şəxsən mən. Deməli, həmin o icra başçısının xəstəxanadan şəkli yayılmışdı və bu balış üzü ki var, orada klinikanın logosu vardı üstündə. Və həmin o loqonun əsasında həmin klinikanın yerini tapmaq mümkündür. Qəliz bir şey deyil. Sonradan məlum olmuşdu, həmin o klinika ilə bağlı internetdə axtarışlar da aparanda ki, həmin klinika yüksək rütbəli, yüksək mövqeyli şəxslərin müalicə və müayinə heç Azərbaycanla bağlı yox, digər ölkələrlə bağlı həyat. Yəni, bunların belə deyim də xəstəlikləri və hər bir şeylərini yəni, orada bilirlər. Lobbiçiliyi məsələsi. İstər Amerikada, istər digər yerlərdə dəstəkləmək məsələsi. İlham Əliyevin iqtidarının qorunması. Böyük Britaniyada həmçinin yəni də, məsəl üçün, Avropaya bu qədər daşınır bunlar, hansısa villalar alınır və s. Siz yəni düşünürsünüz ki, Avropanın bundan xəbəri yoxdur. Avropa çox gözəl xəbəri var. Çünki söhbət ondan gedir ki, Avropada sıravi bir vətəndaş və ya bu ölkələrdə yaşayan hər hansısa bir vətəndaş atdığı hər addıma görə hesabat verilməlidir, vergi hesabat verilməlidir. Azərbaycanda bunu başa düşülməzlər, çünki Azərbaycanda ümumiyyətlə vergi sistemi yoxdur, orada iqtisadiyyat yoxdur. Ancaq Avropada bu belə deyil. Hətta məsəl üçün bankda sən hesab açanda deyəndə bu vergilərlə zaten bağlı olan kifayət sənədlər lazım gəlir. Yəni demək istədiyim ondan ibarət hər şeydən xəbərləri var və bu qədər külli miqdarda gəlirsə, təbii ki, onlar təxmin edirlər ki, yəni bu korrupsiya olma ehtimalı çox böyükdür. Çünki aylıq 1000 avro gəliri olan bir şəxsin
2-3 milyonluq bir villa alması o kadar real deyil. Və belə şeyləri bilirlər Qərbdə və İlham Əliyev bu barədə asılıdır. Və həmçinin də son dövrlərdə İranla Qərbin arasında olan münasibətlərin yenidən kəskinləşməsi, İranın daxilində bəzi qüvvələrin narazılıqları və s. Bunun fonunda İlham Əliyev yenə də fürsətçiliyə, belə deyim də, fürsətçil davranmağa çalışır. Ancaq Rus dilində belə bir ifadə var, populitin biriqa, sahilləri səhv salmaq. O deyəsən Həkəri çayının sahili ilə Araz çayının sahilini səhv salır. Elədir. Və bu İran belə deyim, Həkəri çayının sahilində deyil, Araz çayının sahilindədir və bunun nəticələri çox pis qərarlar. O demək deyil ki, gəlib Azərbaycanı işğal edəcəklər və s. İran əgər Azərbaycana qoşun yeritmək istəsə, mən bunu səmimi şəkildə deyirəm ki, sübh namazında Astaradan keçirlər, şam namazında artıq Bölgəsi stansiyasında olacaq. Və nə Türkiyə gəlib İranla üzgöz olası deyil. İki dənə böyük dövlətdir, iki dənə güclü dövlətdir. Azərbaycana görə bunu Türkiyənin maksimal dərəcədə neyləyə bilər, Naxçıvana girə bilər. Və salam, yəni onun proqressiyasına heç bir şey göstərir. Ancaq ki, mən düşünmürəm ki, İran Azərbaycana qoşun görə, indiki mərhələdə, bilmirəm, bir aydan, bir ildən və s. sonra necə olacaq. Yəni, mən hal-hazırda, belə deyək də, bugünkü tarixə və bugünkü saata istinadən olan datalar əsasında, məlumatlar əsasında deyə bilərəm ki, mən gözləmirəm ki, İran hal-hazırda şeylər. Daha sonra nə olacaq bilmirəm. Ancaq ki, Azərbaycanın belə davranış şəkilləri və s. ki var, bu cavabsız qala bilməz. Bu cavabsız qala bilməz. Çünki bu təkcə İran məsələsi də deyil. Burada digər oyuncular da var. Burada Hindistan da var. Burada çox böyük pulların məsələsi var. Yəni, siz milyardlarla, 10 milyardlarla olan bir məsələdir. Yəni, heç kəs o 10 milyardları Azərbaycanın kaprizlərini. Azərbaycan da deyəndə ola bilsin kimisi acına gəlsin. Yəni, bu Azərbaycan deyəndə İlham Əliyev. Bəli, bəli. Azərbaycan millətinə, dövlətinə burada heç bunlar... Cəmaata heç... Biz bir məsələndə mən deyim, bir haşiyə çıxaraq da, yəni də. Nəyəsə deyəndə orada, məsəl üçün də, tutalım ki, türkçülüyü tənqid edirsən, sən türklərə qarşısın. Əzizlərim, mən xatırlatmaq istəyirəm ki, Azərbaycanda türkçülərin böyük əksəriyyəti qeyri-türklərdir. Bəli. Ya kürdlərdir, ya tatlardır, yəni. Bəzən xalışlar da çıxır onların içərisində. Bəli, bəli, bəli. Yəni biz türkçüləri tənqid... Mən şəxsən öz adımdan bunu deyirəm. Mən türkçüləri tənqid edəndə əslində daha çox özümkülər tənqid eləmiş oluram, texnik olaraq, nəinki siz. Digər bir tərəfdən isə Azərbaycan cəmiyyətinin də burada ithamlandırır. Azərbaycan deyəndə burada cəmaatı mühakimə etmirik. Yəni, ən azından bunu da öz adımdan deyim ki, mən mühakimə etmirəm. Çünki mən düşünürəm ki, səhər tezdən yuxudan kimsə orada duranda xəritəni açıb qabağına qoymur ki, görürsən bu günləri bu ekoaktivistlər harada dayanacaqlar. Yəni, neçə nəfər harada dayanır. Hayır, heç kəs buna maraqlanmır. Hamı səhər yuxudan durur. Girir əlüzünü yurt, işlərini yurdu, çıxdı getdi işə. Axşam da qadir gəlir yorğun arğın, oturacaq televizora bir saat baxacaq, olacaq başını yatacaq. Həftənin axırında da ki, nə bilim, duvarda drellə deşmək lazımdır. Şkaf asmağa, nə bilim, uşağından da çıxdı. Heyətdə heç olmasa bir kurtrandı şeylərdir, bazarlıq eləmək və s. Yəni, insanların gündəlik həyatı budur. Və yaxud da ki, məsəl üçün tutalım ki, mən keçən dəfə belə bir şəkil gördüm. Azərbaycan Respublikası iqtidarının son isterikası çərçivəsində İran malları ifadəsi dəyişdirilib, Güney Azərbaycan malları ifadəsi ilə əvəzlənib mağazaların birində, Bakıdan. Ancaq bu da artistlikdir, yəni. Bu qeyri-səmimilikdir. Yəni. Siz düşünə bilirsiniz ki, məsəl üçün tutalım ki, indi Azərbaycan əhalisi içərisində olur da, kimsə gedir İran dükanından nəsə alır deyil. Məsələn, İran malları dükanlarında mən o vaxt yadıma gəlir ki, belə pendir olurdu. Çox gözəl dadı da vardı o pendirin. Və dəmir qabların içərisində olur, 4 dənə pusokla. İndi bilmirəm, var mı, yoxdur, dəqiq. Məsəl üçün, olur da kimsə kimin evinə qonşulardan gəlir və sağlıq əminsə dadına baxır. Bir anlıqda belə bir mənzərəni siz düşünə bilirsiniz ki, bəs, nə bilim, Gülbadan bunu hardan almışsan, yəni çox yaxşı idi, deyilən yerdə mən də gedim alım. Bəs, Güney Azərbaycan malları dükandan almışım. Heç kəs bunu demir. Hamı deyir, İran malları dükandan almış. Yəni, bu nədir də? Yəni, bu sadəcə artistlikdən başqa bir şey deyil. Bu ikiyüzlülükdür, bu səmimiyyətsizlikdir, bu rol oynamaqdır sadəcə olaraq, bu göstərişdir. Və buna ehtiyac yox. Bəli. Demək, bununla da bugünkü söhbətimiz burada da, bu notda da bitir. Və mən tamaşaçılara xatırlatmaq istəyirəm ki, bugünkü müsahibim, dostum və
TAT fəalı, TAT milli fəalı Nicət İmrandır. Nicət İmran, mən sizə və nümayəndə olduğunuz xalqa çox uğurlar arzulayıram və yaşasın Talış TAT birliyi, inşallah gün olsun ki, biz də öz xalqımızla azad və firavan bir yerdə qonşu yaşayaq və yaradaq. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. این سرزمین هر تلوشستون ارشت خالیمون تیالدا جانمون به تقرون هاشینما به مسیچ ملتی امه خنیدو به حق صدا بدوی ایال خدوم آزاد وطن، آزاد وطن، آزاد وطن، آزاد وطن. عشق سربازیمون، مرزی سونیمون، سرزمینی فرزند آمجانیمون، هشتیم واشیمون دیا جانیمون، باند و کویشانیمون های میرانیمون. آزاد وطن، آزاد وطن، آزاد وطن.